Bir daha xoş gördük həmvətənlərimiz. Nəsibə, çox sağ olun. Qısa bir ara aldıq və indi buyurun, dediyiniz kimi ermənilər rusların qapısında hər gün, hər halda plan üstündə işləyirdilər. Buyurun. Və Rus hakimiyyəti də buranı işğal eləyəndən sonra çalışdı ki, erməni elementini gücləndirsin. Və o məktəblər dediyiniz, o açılan məktəblərin təsirləri idi ki, bunlar bu qədərdir. Gəlirəm, Əhməd bəy, gəlirəm. Əlbəttə, Gürcülər də, ermənilər də, türklər də imperiyanın adamlardır. İmperiyanın, belə deyək, bu imperiyada yaşayan sakinlərdir. Onlar da müstəmləkə şəraitində yaşayır, Gürcülər də yaşayır, biz də yaşamışıq. Amma fərqli münasibət var, fərqli status var. Çünki Azərbaycan heç zaman Rusiyaya qarışmadı. Məhəmməd Əmin Rəsulzadə rəhmətliyin bir gözəl bir sözü var. Deyir ki, tarixi ilə, kültürü ilə, mənəviyyatından fərqli olan bu Rusiyanın içində əriyə bilməzdi. Mümkün deyil, çox fərqlidir. Amma erməninin din baxımından yaxınlığı var. Geopolitik baxımdan və ən vacibi də türk düşmanlığı var. Və türk ətrafında qaldığından, əhalисində qaldığından özünə hami axtarır. Ondan bərk-bərk yapışır. Gürcü biraz fərqlidir. Gürcü də o din baxımından, ikisi də pravoslavdır filandır. Amma bir əskisi, dövlətçilik ənənəsi olduğundan ermənidən biraz fərqli olub. İndi ermənilər dedik ki, gücləndirdilər. Nə ilə gücləndirdilər? Bir, ən vacib məsələ, bunların sayını artırdılar burada. Biraz əvvəl çox geniş şəkildə danışmışdıq, köçürdülər, gətirdilər və onları burada yerləşdirdilər. İki, çoxlu torpaq filan ayırıb verdilər. Bu da çox vacib bir məsələdir. Kəndliyə torpaqdan vacib heç nə ola bilməz. Və bunların əskidən də bir ticarət, tacir təbəqəsi var. Yəni bu orta əsrlərdə də olub, ondan sonra da oldu və onlar kapitalist münasibətlərdir, istehsalın artması ilə filan daha tez bu istehsal filan tərəfinə keçdilər və çox zənginləşdirdilər. Hətta Bakı neft sahələrində Rusların da təsirindən, yaratdığı şəraitdən istifadə edib, üstəgəl özlərinin aktivliyi ilə neft mədənlərində çox böyük deməli mövqelərə sahib oldular. Bakı neft mədənləridir. Mən yeni yaradılmış Ermənistanı demirəm, İrəvanı filanı demirəm oradakı mövqelərini. Və onlar o qədər gücləndirlər ki, biraz əvvəl işarə elədiyim kimi 1905-ci ildə artıq buranı özlərinə bir hakim bilirdilər. Deyirdilər ki, siz kiçik tərəfdaş kimi bizim əlimizin altında gəlin bir yerdə hökumətə qarşı vuruşaq. Və o zaman artıq Bakıda mən bir dəfə də bir misal çəkdim, erməni qırğınları oldu. Ondan sonra bu qırğınlar yayıldı deməli Azərbaycanın və Qafqazın digər yerlərinə. Azərbaycan siyasi eliti Zeynalabdin Tağıyevin evində oturub deməli pərişan şəkildə məsələni müzakirə edirdi. Erməninin siyasi partiyası var, zəngin insanları var. Deyək ki, o London bankında bunların hesabı var, silahlı dəstələri var və s. və ilaxırı. Bəs bizim nəyimiz var? Müqayisədə çox zəif idik. Amma bu əlbəttə başqa bir mövzudur. Əhməd bəy Ağaoğlu deyir ki, nəyimiz varsa ona sahibik. Biz elə bu güclə onlara müqavimət göstərəcəyik və onların qarşısını alacaq. Elə də qarşısını aldılar, Difai Partiyası yarandı və s. Başqa bir, indi əlimin altında o rəqəmlər yoxdur. Bakıda o dövrdə bunlar o qədər zənginləşmiş, o qədər şişmişdilər ki, daşınmaz əmlakin böyük bir hissəsi, xüsusən də bu zəngin, bahalı daşınmaz əmlakin böyük bir hissəsi ermənilərin
əlində idi. Və dediyim kimi burada iki faktor. Rus hakimiyyətinin erməniləri gücləndirmə strategiyaları və əllərindən gələni elədilər. Bir də ermənilərin özünün bu ticarət və digər sahələrdə özünün aktivliyi ki, bu da onların deməli qədimdən gələn bir sənətkarlığa xüsusən o meyli. Türk elementi sənətkarlığı sevməyib. Türk elementi ticarəti sevməyib. Baxın, o cəngavərlik dövrü ki deyirik, cəngavərlik dövründə Türk qəhrəmandır. Ümumtürk tarixini götürən, tək Azərbaycanı demirəm. Amma bu qəhrəmanlıq dövrü artıq yeni ticarət yollarının açılması ilə, yəni o reforma filan, Rönesans, reforma dövründən sonra bitdi. O zaman ki, bu Yunan mifologiyasında da var. Ən qəhrəman adam kimdir? Ən döyüşkən adam, ən cəsur adam. Və o dövr bitmişdi. Artıq o millətlərin zənginləşdiyi bir dövr başlanırdı. Bu da ticarətlə ola bilirdi. Bu da sonraki o istehsalla və sənaye inqilabından başlayır. Sonraki dövr isə elm və o bilgi dövrüdür. Bunda da biz geri qaldıq və 19-cu əsri əgər yenə də göz önünə gətirmiş olsa, baxın, tək Qacarlar deyil. Elə bütün türkçülük İranda qəflət içindədir. Yenə də o keçmiş o nağıllarla yaşayır. Amma bunlar daha gözə açıq oldular və bir sıra sahələrdə bizi üstələdilər. Dediyim kimi birinci şərt Rusiyanın onlar üçün əlverişli o imkan yaratması olmasıydı. Bəli. Nəsibə, bir sualımıza daha qaydaq və sonra da mən vaxtınızı almayayım. Axundzadə məsələsi. Axundzadə məsələsində Axundzadənin bu bir çox kompleks dediyiniz kimi çox ətraflı bu haqda danışmaq lazım, söhbət açmaq lazım və çox, yəni Axundzadənin həm müsbət tərəfləri həddindən artıq çoxdur, həm paniranizmin o məktəbin qoyulmasında Axundzadənin, hətta Talibovun güneydə bəlkə indi ona daha çox diqqət vardır, amma bunların rolları çox olubdur. Səbəbinə baxmaq lazım. Dediyiniz kimi Axundzadə savadsız birisi deyildi və ən azı tarixi oxumuş, o siz dediyiniz kimi Sasanilərdən daha dərin, daha geriyə, əvvələ gedib və əxamənşilərə qədər gedirdi, tarixini öyrənmişdi və sevdiyi şair də Firdovsi. Demək, bu bilirdi. Görəsən onun dini baxımdan bu gericiliklə mübarizəsi nə qədər onun farsları sevməyə və ya hətta özünü də farsdan bilməyə kömək elədi. Çünki bir adam ki, bütün problemlərini daha çox bu mollaların və xurafatın işinin içində görür. O qişrin içində olmaq istəmədiyinə görə onlardan daha əvvələ qayıdır. Yəni, keçmişinə qayıtmağa çalışır. Ki, bu farslar güya çox mütəməddin və ya mədəniyyətli birisi imiş, ərəblər gəldi, bu işi xarabladı, qarışdırdı. Belə bir düşüncə sizin nəzərinizə ona təsir eləyə bilərmi? Çünki yəni bu oxuya o nəticəyə çata bilməzdi. Bisavad deyildi, amma dərin oxusaydı o sözləri deməzdi. Görünür, özünü savadlı bilsə də, o kitabları oxusa da bir tərəfli oxuyubdu bəlkə. Bəlkə Şahnamə, bəlkə ona ən çox təsir edən bir kitab olubdu. Fikriniz nədir? Əhməd bəy, mən burada bir ziddiyyət görmürəm. Ən azından indi bu kameranın qarşısında elə bir fikir ağlıma gəlmir. Çünki niyə? Baxın, farsların arasında da sonraki dövrlərdə də xurafatı tənqid edən çoxlu adamlar oldu. Fars şovinisti oldu. Eləmi? Və əslində
lap Firdovsidən üzü bəri. E, İslamı sevmeyen, Bəli. onu deyək ki, Fars dininə qarşı, İslam'a qədər ki, dininə qarşı qoyan insanlar var. Zərdüştlər indi də var. Zərdüştlərin böyük bir hissəsi çox şovinist, əhval-ruhiyyəli insanlardır. Onlardan birisini də mən elə Chicago Universitetində gördüm. Gördüm bu adam nə qədər şovinistdir və sonradan mən bu məsələni araşdırdım. O qədimiliyə bağlılıq bunlarda bir şovinist əhval-ruhiyyə gətirir. Mirzə Fətəlinin xurafatı belə kəskin tənqid etməsi. Hətta bəzi yerlərdə mən indi istəmirəm deyim, Peyğəmbərə lap belə küçə söyüşü söyür. Onu yazır. Ədəbsizcəsinə məsələn yazır. Bunu demək istəmirəm. Bu məncə onun həm də Mirzə Fətəli bir də çox belə mənim tanıdığım qədərincə çox hissiyyat adamı da olub. Çox kəskin hərəkətləri də eləyib. Bəzən hətta o əndazəni belə unudur. Bizim o tarixdə bəlkə bu cür xarakter sahiblərindən birisi də Əhməd bəy Ağaoğlu olub. Amma xoşbəxtlikdən Əhməd bəy Ağaoğlu gənclik dövrü istisna olmaqla, tələbəlik dövrü istisna olmaqla həmişə millətinin maraqlarına xidmət eləmiş bir adam olub. Xurafatı niyə belə kəskin tənqid edib? Çünki o həm də, baxın, mənə elə gəlir ki, bu Firudin Adəmiyyətin o sözünə ən azından diqqətli yanaşmağa dəyər. Yazır ki, o da Mason lojasının üzvlərindən birisi olub. Və o dövrdə İslam ilə bağlı bu qərbdəki təşkilatlarla əlaqədə olan insanların tənqid hədəfində birinci növbədə cad idi, xurafat idi, hətta İslam idi bəzisində. Və məncə bu xurafatı tənqid etməsi və onun farslığıyla bağlı, yəni o din xadimlərini deməli bu əlaqələndirmək ki, din xadimlərinin böyük hissəsi farslar idi, bu tam üst-üstə düşməyə də bilər. Dediyim kimi, biraz sonradan da görəcəyik ki, bu İslamın siyasi həyatda o rolunu tənqid eləyən çoxlu fars şovinistləri ortaya çıxdı, meydana çıxdı. Onlardan birisi də Mirzə Fətəlidir və bu cürdə elə Firudun Adəmiyyət onu təqdim eləyir. Bilmirəm, sualınızı mən ala bildim mi? Aydındır, aldım, bəli, aldım. Yəni, hər halda mən çox-çox təşəkkür eləyirəm. İnşallah ümidimiz budur ki, gələcəkdə Axundzadə haqqında bir özəl olaraq başqa bir verilişlə qoyarıq və hər iki tərəfi dəvət eləyərik. Hər iki tərəf Axundzadənin müsbət və türkçülük baxımından mənfi tərəflərindən də söhbət lazımdır. Tanımağınız... Əhməd bəy, olar mı mən bir fikir deyim? Buyurun, lütfən. Baxın, bu Mirzə Fətəli çox mürəkkəb yaradıcılığa, fikirlərə sahib olan insandır. Və çox böyük xidmətləri də olmuş bir insandır. Yəni, dramaturgiyanın əsasını qoymuş, deyək ki, ədəbi tənqidin əsasını qoymuş, yeni fikirlər gətirmiş, hətta İslamda islahatlar tələb eləyən bir insana mənfi yanaşmaq çox çətindir. Amma bunun yanında bir dənə də bir fakt var. Bəli. Və bu faktdır, bunu silmək mümkün deyil. Doğru. Və biz gərək bütün mənzərəni verək. Və bizim üçün də önəmli olan həm birincisidir, həm ikincisidir. Çünki, baxın, həmişə mən oxuyanda qəzəblənmişəm ki, niyə belə olur? Hamısı gəlir Mirzə Fətəliyə istinad edir. Sonradan o bir sürü paniranist meydana çıxır. Və onların fikir babaları da Mirzə Fətəli olur.
Yəni Mirzə Yəni Fətəli Mirzə Fətəliyə rəğbəti olan, onu sevən, Hacıqara piyesini sevən insan gərək bunu da nəzərə alsın. bəli. Yəni bilirsiniz Nəsib bəy, təbii ki bu insanlar getdikcə indi sualı gətirir. Ona görə mən bir sual daha verim. Buyurun. Məsələn Məmməd Əmin Rəsulzadənin özündə də zaman-zaman çox aşırı İrana rəğbət olubdur. İrançılıq fikri olubdur. Hətta dövlət qurandan sonra əsrimizin siyavuşunu o kətdə, o kəndin adı nədir? Yazanda Lahıçda yazanda biz görürük ki o kitabla Məmməd Əmin Rəsulzadənin məsəla 3 ay əvvəli və ya ondan sonra 3 ay ondan sonraki tamam ömrü biraz fərqlidir. Elə deyilmi? Yəni o da orada Şahnaməni oxuyur, o Zerzəmidə və Sudabədən, Əfrasiyabdan, Alper Tunqadan o Şahnamənin nağıllarında götürdüyündən Azərbaycanı müəyyən qədər İranın bəlkə bir hissəsi olsaydı bu bəla başına gəlməzdi fikir eləyir. Elə deyilmi? Amma yəni demək istəyirəm ki, ola bilərmi bəlkə Mirzə Fətəli bəlkə biraz daha qalsaydı, biraz daha araşdırsaydı bu fikri dəyişə bilərdi. Çünki insandır da deyək. Necə ki Əhməd Kəsrəvinin də fikrində nə qədər fərqli, tam ziddiyyətli, tam bir-birinə müxalif olan fikirlər çıxıb ortaya, hətta türkçülük haqqında. Buyurun. Və bundan sonra da sual soruşmayın. Bilirəm ki, bunun davamı gələcək, qoyun qalsın. Mən sualımı saxlayacağım. Buyurun. Evet ve çok kısa şekilde diyeyim. Bu həqiqətən çox vacib məsələdir. Çox önəmli məsələdir. Bu məsələlərin üstünə getmək lazımdır. Onu deməli belə deyək də onu üstünə daş qoymaq doğru deyil. Hər şeyi açıq şəkildə demək lazımdır. Bir vaxtlar mən rəhmətli Rəsulzadə haqqında bir belə deyək, bir məqalə yazmışdım və müsavatçılığın, o cümlədən Rəsulzadə irsinin hansı tərəflərinin köhnəlməsi məsələsindən bağlı da yazmışdım. Və əsrimizin siyavuşu məsələsi də o tipdəndir. Biz əsrimizin siyavuşuna belə açıq gözlə baxmalıyıq. Çox qəzəblə yazılmış, o ittihadçıların da ki 1920-ci ildə Azərbaycanın yenidən işğal olunmasında çox məşhum bir rol oynadılar. Onlara qarşı etiraz olaraq Azərbaycan türkünü Farsla deməli türkün simbiyozu ya da qarışığı xəritəsi elan eləmiş, daha doğrusu bir mələz. Yəni istəyirəm deyək ki, şərait onu yazdırır. Elə deyilmi? Və ondan sonra artıq bu fikir onda yoxdur. Sonra hətta o İran İno qəzeti məlumdur. Onun redaktoru idi. Bu Demokrat Partiyasının deməli yaranmasında, onun proqramının yazılmasında birbaşa iştirak eləmiş və Tağızadə ilə bir yerdə çalışmış bir insandır. İran İno qəzetinə baxın, İran milləti. Hamısında deyir ki, ayrılıq falan yoxdur. Yalnız siyasi baxımdan demir. Və buna da çox diqqətli yanaşmaq lazım. Və buradan çıxan nəticə nədir? Mənim üçün azından nəticə odur ki, bir dəfə də dedi Əhməd bəy, əgər insanın arxasınca gedəcəksə, biz yanlış yolda olacaq. Fikrin arxasınca gedəcəksə, ona iman gətirəcəksə, onda biz düz yolda olacaq. İnsan səhv eləyə bilər, insan yorula bilər, insan hətta milli hərəkata xəyanət eləyə bilər. Bu Rəsulzadəyə dəxli yoxdur təbii. Bu yadınıza gəlirsə şəriət mədarı ilə bağlı olan söhbətdə də dedik. Ona görə biz xəttimizi, ideallarımızı müəyyən eləməliyik. İdealımız budur, inancımız budur. Buna uyğun gələni təqdir eləyirik, uyğun gəlməyəni səbəb göstərməklə, dəlil göstərməklə, əsaslandırmaqla təkzib eləyirik. Doğru, çox gözəl bir fikir və tam doğru bir yəni düşüncədir. İnsanlar xəta eləyə bilər və eləyiblər də. Yəni bizim bu günə qədər dediyimiz qəhrəmanların hərəsinin, hamısının özündə böyüklükləri ilə birlikdə böyük səhvləri də olubdur. Yoxsa bu günə qalmazdıq. Hər halda mən təşəkkür edirəm Sayın Nəsib bəy.
Son olaraq mikrofonu sizə buraxıram. Vedalaşmaq üçün və ya son sözünüz varsa, buyurun. Sual cavabı olmayacaqsa, onda mən bir məsələ də yadıma düşdü. Deməli, birinci kursda oxuyuruq. Birinci sinifə gedirik hələ universitetdə. Bizdə bir partiya tarixi dərsi deyirdilər. Və bizim tələbə yoldaşlarımızdan birisi, bir qız uşağı durdu, birinci kursda yenicə gəlmişik. Dedi ki, müəllim, bu Leninin müsbət fikirlərini dediniz. Onu danışırıq, tərifləyirik, deyirik. Bu adamın ömründə heç səhvi olmayıb mu? Müəllim də üzünə bozardı Sovet dövründə. Dedi, sən nə danışırsan? Sən unutmusan deyəsən, harda oxuyursan. Məncə biz bu təfəkkürdən çoxdan uzaqlaşmalıyıq. Ağı qaradan seçməliyik. Hətta ağla qara arasında çoxlu rənglərin olmasını da göz önünə olmaq məcburiyyətindəyik. Bu mövzu əlbəttə bəziləri üçün çox qaranlıq bir dövr haqqında bir mövzu kimi gələ bilər. Amma 19-cu əsr bundan sonraki 20-ci əsrin başlarındakı proseslərin kökü məhz orduydu. Və məncə bu da diqqətdə qalmalıdır. Və Əhməd bəy, çox təşəkkür edirəm siz mənə verdiyiniz bu imkan üçün. Mən də dedim, biraz da dərdimi dedim, biraz da rahatlandım. Çox təşəkkür, sağ olun. Çox sağ olun Nəsib bəy. İnşallah gələcək verilişimiz. Və tamaşaçılarımıza da sağ ol deyirəm, diqqətlərinə görə onlara da təşəkkür edirəm. Çox sağ olun, mən də təşəkkür edirəm. Gələcək verilişimizə qədər sizlərdən ayrılırıq, sizdən ayrılırıq Sayın Nəsib bəy. Verilişlərimiz isə vətənlərimiz davam edir. Biz dediyimiz kimi bir reportaj yayacağıq Güney Azərbaycanda, ümumiyyətlə İranda. Özəlliklə Güney Azərbaycanda Çin mallarının idxalı üçün, ora gətirilməsi üçün nə qədər ziyan verir millətə? Bu haqda, bu ziyanlarının haqqında bir reportajımız var. Reportajdan sonra İran dövlətinin qonşularının daxili işində yenə də qarışıb və beynəlxalq səviyyədə nə qədər öz abrını töhməklə məşğul olmasının bizə ziyanı nədir? Nədən biz bu məsələnin haqqında bir də danışmalıyıq? Bizimlə qalın lütfən. Əziz və hörmətli izləyicilərimiz, salam. Haray proqramının ictimai verilişləri ilə sizinləyik. Sovqət gətirmək Azərbaycanlılar və İranlılar arasında gözəl bir dəbdir. İranda hər şəhərin özünə görə sovqəti var. Məsələn, İsfahanın gəz şirnisi, Rəfsəncanın püstəsi, Kirmanın zirəsi, Məşhədin zəfranı və ziyarəti sovqəti olaraq möhürü təsbehi, Urmiyənin noğulu, Təbrizin başmağı, fərşi və başqa şəhərlərin başqa sovqətləri. Amma təəssüflə deməliyik ki, neçə vaxtdır ki, artıq qədimi bazarların o gözəl memarlığının ardında ki, minlər il bu ölkənin hekayətin ürəyində qazdırıb, yerli məhsullar yerinə çoxlu miqdarda xarici və məxsusən Çini markasında məhsullar gözə dəyir. Artıq müsafirlər aldıqları sovqətlərin əsl olub olmadığından şübhələnirlər. Bu verilişdə Çin məhsullarının İran bazarlarına gətirilməsi, onun mənfi təsirlərini, insanların və mütəxəssislərin nəzərləri haqqında sizlərə geniş surətdə bilgi verməyə çalışacağıq. (1380-ci ildə İranla Çinin bazərgani otağı iftitah olundu. Bu bazərgani otağının riyasəti ki, Əsədullah Əsgəroğlu vaqizar olunmuşdu, İran və Çin ölkələrinin ticari rəvabitinin gəlişməsinə səbəb oldu. O tarixdən də Çin məhsulları İrana gəlməyə başladı. Mütəxəssislərin dediyinə görə hər il 11 milyard dolarlıq məhsul Çindən İrana gətirilir. Bu haqda hər gün veb saytlarda, qəzetələrdə, televizyon və radiolarda belə bir seri xəbərlərə şahid oluruq. یه جنسی که مثلا تو اینجا مثلا داره تولید میشه 5000 تومان چینیا میان میگن آقا همین کالا رو ما بهتون 1000 تومان میدیم بفروشین
نه نیازی به کارگر داره، نه نیازی به بیمه داره، نه نیازی به دنگ و فنگ و حمل و نقل و اینجور چیزا داره. الان خب همین آقایی که تو اینجا نشسته یه مثلا برای نمونه همین جنس اگه تولیدی ایرانی بهش بده 5000 تومان، چینی میاد میگه 1000 تومان من بده. اصلا تولید کننده دیگه نیست، اصلا تولید کننده نیست. یعنی شما نگاه کنید اصلا همه تولید کننده ها تعطیلن. الان میتونید سر بزنید پارچه فروش اصلا بستن یا بازارش مثلا کساده. چرا؟ چون جنس چینی الان تمام پاساژهایی که اینجا هست همش برگشتن شدن چینی فروشی. علتش چیه؟ علتش همین دیگه، چون که مردم استقبال میکنن، چون که میخرن، چون ارزون قیمت در میاد میخرن. Cəl və təqəllübün böyük imperatorluğu Çin İrana zəfəran sadir edir. Çin sufalları Bəhar və Lalcin şəhərlərində yaşayan cəmaatın işsizliyinə səbəb oldu. Astani Əşrəfiyyədə Çini yerb adamı musafirlərin soğqətlərinin arasında gözə dəyir. 5000 ton keyfiyyətsiz Çini dəmir və milcirt İran bursuna gətirildi. Və bu miqdardan 1650 ton dəmir Vizarət-i Bazərqani əlindən bursda çox uyğun qiymətə satıldı. Çinin təqəllübi əl sənətləri Gilanın hünərməndlərinin işsizliyinə yol açdı. İran bazarlarında olan şir siləndirlərinin üstündə İranın standart əlaməti gözə dəyir ki, bu məhsullar gömrük təriqi ilə İrana gətirilibdir. Çini maşınlar peykanın yerini tutur. Kahve adlı kamyon bütünlüklə Çin malı olaraq tanındı. Bu günlər Çin məhsulları Gülüstan ustanının bazarını ələ alıblar. Bu məhsullardan girdəkan, badam və sarımsağı da ad aparmaq olar. Təbrizin Başmaqçılar Dərnəyinin bildirdiyinə görə bu şəhərdə çift və başmaq bazarlarının 50%-i Çin məhsullarının ixtiyarındadır. Çini quru süd almayın. Çində təqəllibi quru süd səbəbi ilə 2 uşaq öldü. İranda səhmiyə yayılan südlər Çinin quru südlərindən düzəlinir. Çini mobillər bazarı ələ aldı. Çini müərrək ki, hər növ ağacdan və sənəti yollarla düzəlinir, İran müərrəkçilərinin işsizliyinə səbəb oldu. Çarşənbə Suruda Çini taraqqalar və narincəklər 400 nəfəri yaralayıb məlul olmağına səbəb oldu. Çinin fərşləri İran fərşi adı ilə və İranın tacirlərinin əli ilə Pakistanın bazarlarına satıldı. Çinin ziyarəti məhsulları Məşhəd və başqa ziyarəti şəhərlərdə musafirlərin pullarına göz dikiblər. Bu məhsulların içində çadıra, canamaz, Kərbəla möhürü, təsbih, elektroniki Quran və hətta əzadarlıq üçün tuğ, təbil, zəncir, səs sistemləri və başqa mütəbərrik məhsullar da gözə dəyir. Çinin yumurtda, toyuq, maşın, arıqlatmaq üçün təqəllübü və saxta davalar, arayişi ləvazim, mədən suyu və minlərcə Çin məhsulları İranın bazarlarını ələ alıblar. Sinema və animasyon dünyasında da Çin məhsulları yavaş-yavaş İranın bazarlarına yol açırlar.
Bir ölkədə ki, təqəllubi maşın plakaları tolid olunur və təqəllubi Google arama proqramı yazılır, bəllidir ki, dünyanın hər bir ölkəsinə təqəllubi məhsul satmaqdan çəkinməz və bizim də ölkə bundan istisna deyil. Bu xəbərlərin doğru ya yanlış olduğuna baxmayaraq, deməliyik ki, Çin məhsullarının İrana girməsindən bu yana İran millətinə, məxsusən Azərbaycan millətinə ki, həmişə çalışqan insanlar olmuşlar, çoxlu miqdarda zərər və ziyan dəymişdir. Bu ölkələrdə gündən-günə işçilər işsiz və sərmayəguzarlar da sərmayələrinin batmasına şahid olurlar. Hal-hazırda Çin, İranın təhrimlərindən yararlanaraq bu ölkəni ən böyük satış bazarı və sadirat mərkəzi olaraq hədəf qərar verib. Qarşınasların nəzərlərinə görə Çin məhsullarının bir qisməti gömrük və rəsmi sınırlardan və bir qisməti də qaçaq olaraq Hormozqan və Ərəb körfəzi mərzlərindən İrana gətirilir. Bu məhsulların içində çoxlu miqdarda keyfiyyətsiz, təqəllubi və təhlükəli məhsullar vardır ki, millətin canına və malına zərər verir və əksinə İran hökumətinin məhsullarının günü-gündən mənfəətlərini və şöhrətlərini artırır. Əsədullah Əsgəroğlu Çin və İranın bazargani otağının rəisi deyir, Çin məhsullarının keyfiyyətsiz olmağı bir şayədir ki, Qərb ölkələrinin tərəfindən İran və Çinin rəvabitini pozmaq üçün yaygınlaşmaqdadır. Əsədullah Əsgəroğlu artırır ki, biz Qərbi ölkələrinin qaşqabağının yerinə Çinlilərin gülümsəməyini seçmişik. İran məsullarının iddialarının əksinə, Çinin İstandart İdarəsinin məsulları deyirlər. İran tacirlərinin istəyi bizdən ucuzlu və keyfiyyətsiz məvadın tolid eləməyidir. Niyə ki, İranın milləti İranda olan təvərrümdən dolayı ki, onun da İranın təhriminə bağlı və başqa səbəbləri var. İranın və başqa ölkələrin məhsulların almağına gücləri yetmir və çarəsizlikdən Çinin keyfiyyətsiz və ucuzlu məhsullarına üz gətirirlər. Neçə ildir ki, işçilər və ürəticilər Çin məhsullarının bazarları ələ almağından şikayət edirlər. İşsizlik şəhərlərdə bidad edir. Karxanalar və şirkətlər bağlanır və minlərcə işçi işindən olur. Qarşınaslar naçarlıqdan sorumluluğu bir-birinin boynuna yükləmək üçün hər gün birini məhkum eləyib və veb saytlarda və qəzetələrdə belənçi bir yazılar gözə dəyir. Bazargani Nazirliyinin müavini deyir, qanuna görə İrana varid olan məhsulların keyfiyyəti haqqında İstandart və Təhqiqatı Sənaye Sazmanı sorumludur. İranın əlaməti istandardının cəli haqqında İstandart müəssisəsi ciddi tədbirlər almalıdır. Çinin saxta dərmanı və arayışı ləvaziminin qaçaq gəlməsinin sorumlusu Behdaşt və Dərman Vizarətxanasıdır. Maşın qətələrini tolid eləyən əncümənin də biri deyir, əgər Mərkəzi Bankı ucuzlu ərz ürəticilərin ixtiyarında qərar verməyə və birəviyyə surətdə məhsulların varidatına davam eləyə, hər gün tolidi şirkətlərin bağlanmasına şahid olacaq. Əkinçilik, heyvan bəsləmək, damdarlıq və pətəkçilər taavunları Əkinçilik Qanunu adlı bir qanunun himayəsinə keçməklə əkinçilik məhsullarının xaricdən varid olmasının qabağının alınmasını istədilər. Qarşınaslar mütəqiddirlər. Dövlət millətin ehtiyacı olan məhsulları varid eləmək yerinə gərəkdir ki, az suda olan təshilat verməklə və xam maddələrin varidatının tərifəsini azaltmaqla sənətkarlar və ürəticilərdən himayət eləsin. Amma bu arada Çin məsulları 1 milyard yarım cəmiyyət sahibi olan bir ölkənin iqtisadını düşünərək ən böyük düşüncələri 25 milyon şoğul ildə təmin etməkdir və onun içində heç bir satış bazarın əldən verməyə niyyətləri yoxdur. Bir zamanlar Çinin bir şüarı var idi və o da bu idi ki, gərəkdir ki, yer üzünün hər bir metri mürəbbəyində bir Çin məhsulu olsun. Çinin fəqət İrana sadir elədiyi məhsullara baxsaq, Çinlilərin bu hədəfə yaxınlaşmağını görə bilirik. Çinin Bazargani Nazirliyi bildirdi ki, 2010-cu ilin birinci yarısında İrana olan sadirat 2009-cu illə müqayisədə 48% artmışdır. Beləliklə, bu ölkədən 5,44 milyard dolarlıq İrana sadirat olmuşdur. Hind və Türkiyədən sonra İran Çinin 3-cü sadiratı məqsədidir. Bundan əlavə, Çin 25 milyon dolar İranın nəfti dərəmədin İrana sadir olan qətələrin tolidinin təzmini olaraq banklarda saxlayıbdır. Bu arada İran və Çinin Bazargani otağının rəisi Əsgəroğlu deyir ki,
Belə nəzərə gəlir, doların qiyməti 1600 tümən olduğu halda məhsulların Çindən İrana gəlməsi gələcək 6 ayda İranda böyük bir qıtlığa yol açacaq və beləliklə məcbur olacağıq ki, qaçaq yollarla məhsul gətirək. Millətin bu qədər etirazına rəğmən İran məsulları çarə yolun onda görürlər ki, bu dəfə Çinin məhsullarının yerinə Çinin karxanaların İrana gətirsinlər və İran işçiləri və sərmayəsindən istifadə eləyib və Çin məhsulun İranın içində tolid eləsinlər. Bu səhnələri görməklə bir neçə sual qabağa gəlir. Nədən bizim millətimiz Çinin məhsullarının keyfiyyətsiz olduğunu bilərək zəhmətlə qazandıqları pullarını Çin məhsulu almaqla xərcləyirlər? İran adlı ölkənin bazarlarını Çinin keyfiyyətsiz malları işğal edib və nəticədə bu ölkənin çayxanaları bağlanıb, insanların yoxsulluqdan üzbəyiz olduğu halda nədən məsullar bu qədər Çin mallarını gətirməyə meyillidirlər? مسئولین هیچ کاری نمی‌کنن که جنس داره میاد وارد بازار میشه خودشون وارد میکنن چون کارگر بیکاره، خیاط بیکاره، فروشنده بیکاره، اتوکار بیکاره، نخ فروش بیکاره، همشون بیکارن. چون که جنس آماده میاد اینجا هم توزیع میشه. دیگه واسطه نمیمونه که این وسط بخواد اینجا سودی ببره. فقط یه همین وارد کننده است و اینا هم پخش کنن. سلام علیکم. امروز من خیلی خوشحاله. دست شما در نکنه. قربان شما. ناکرتم. یعنی دمت گرم. جمالتون عشقه. می توانیم با تحریم ها مقابله کنیم به شکل های مختلف، یا دور زدن تحریم ها که شگرد خوب و جالب و ظریفی است و خوبه که دولت و ملت این شگرد رو به کار ببرن، یا از جهت رو آوردن به ظرفیت‌های درونی که کار بنیادی و زیربنایی است و حتما باید انجام بگیره و تا حالا هم انجام گرفته. Nədən İran hökumətinin məsulları belə bir rəzalətə göz yumurlar? Ümid edirik, siz əzizlərin fikir yardımlığı ilə gələcək proqramlarda bu suallara cavab olaraq başqa bir proqram hazırlayaq. Sağ və salamat qalın. Bəli, bir daha xoş gördünüz və hörmətli vətənlərimiz. Bu reportajda diqqət eləsəz, çoxlu məqamlar var idi. Necə Çin malları İranda işçiləri işsiz qoyur. İranda da deyəndə onun da hər halda cəmiyyətin %40'ı da bizik. Azərbaycanlıları işsiz qoyur və dövlət onun qarşısında neyinir? Çox mühüm bir məsələdir. Çünki diqqət eləsəz, Xameneyinin burada bir sözü var. Bu reportajda Xameneyi deyir ki, təhrimlərlə, yəni sanksiya və ya ambargo ilə mübarizə eləmək üçün iki yol var. Mən onu deyim, bir də indi onu qoyacaq. Atalar demişdir, o məlunun sözünə bir də baxacaq, qulaq asacaq. İki yol var deyir. Yolun biri budur ki, deyir, çox yaxşı sözlər də işlədir. Deyir ki, bir yolu budur ki, çox yaxşı yoldur, xub, calib, zərif. Amma demir nədir? Doğruzadan təhrim deyir. Yəni, ambargonu necə biz sındırma yox, onun kənarından keçmək. Doğruzadan təhrim, yəni bu ki, ambargo olunan malları sadə dillə desək, ayrı yolla İrana gətirmək. Ambargo olunan malları, təhrim olunan malların satışı, təhrim olunan malların ayrı yolla İranı gətirmək və İrandan çıxardıb yerdə satış. Bağışlayın. Ki deyir ki, bu çox yaxşı
calib və zərif işdir. Bunu qoyur birinci xətt. Vaxtı ki, məmləkətin rəhbəri deyir, o fırıldaq yolları ilə yenə də öz işinizə davam edin, xaricdən mal gətirin, bu yaxşıdır, calibdir, zərifdir. Bu olacaq. İndi oturaq, ona bir qulaq asaq özümüz. Mən də bəlkə bu öz kirəyimdən əl çəkəm. Eyni zamanda, bağışlayın yenə, İkinci yolu da budur ki, Xameneyi deyir, ikinci yol da budur ki, məmləkətin içində təhrimləri sındırmaq üçün bir iş görək. Yəni, tolidat-ı daxili, yəni daxili istehsalatı çoxaldıq. Bu ikinci yoldur, amma birinci yol deyir, çox gözəldir, calib, yəni maraqlıdır, zərif çox incədir. Gözəl, maraqlı və incə yol. Biridir, ki, Çin mallarının gəlməsi o yollardan biridir, Xameneyin dediyinə görə. O birisi də budur ki, istehsalı, tolidat-ı daxiliyə və ya daxili istehsalatı çoxaltmaq. Buyurun, Xameneyiyə qulaq asın. Bu, təhrimlə mübarizəyə iki yol qoyub, özünüz eşidin. Bu, mənim də dilim deyil, mənim də deyir, səsim də o məlunun səsinə inşallah ki, bənzəmir. Buyurun, özünüz qulaq asın. توانیم با تحریم ها مقابله کنیم به شکل های مختلف یا دور زدن تحریم ها که شگرد خوب و جالب و ظریفی است و خوبه که دولت و ملت این شگرد رو به کار ببرن یا از جهت رو آوردن به ظرفیت‌های درونی که کار بنیادی و زیربنایی است و حتما باید انجام بگیره و تا حالا هم انجام گرفته. Nədən İran hökumətinin məsul? Eşitdiniz. Birinci xətt yol deyir ki, doğruzadan təhrimdir ki, yaxşı olar ki, dövlət və millət bu yoldan istifadə eləsinlər. Bu birinci xəttidir. Çindən mal gətirir, hər yerdə zirzibil mallar var, satılsın İran. İkinci yolda budur ki, deyir, zirbinayı, yəni təməl bir işdir, daxildə istehsalatın çoxalması ki, bu da olmalıdır, necə ki, indiyəcəndə olub. Bizdə də atalardan bir söz var, deyir, yalancının dədəsinə lənət. Da, mən bu qədər deyim. İndiyəcən nə olubdur ki, İranda istehsalat çoxalsın, ay millət. Bu sual-cavab bölümü olursa, vaxtımız olursa, bəlkə də olmayacaq, sizdən sualım olacaq. Olmayacaq bu günləri, bağışlayın. Tolid-i daxili İranda çoxalır, ya azalır. Xameneyi burada millətin gözünə də baxır, yalandır. Amma dövlət bu problemi, bu müşkülü həll eləmək yerinə, mən iki məsələyə bir gün toxunmaq istəyirəm, gələcəkdə yenə də toxunacaq. O gündə soydaşlarımızın biri sual verdi, dəfələrcə vaxtda da danışmışıq. İranla ərəblərin arasında, Xəlic-i Ərəbdə və biz Azərbaycanlılar gərək ona Xəlic Ərəb deyək, çünki onun adı, doğrudan da o Xəlicin adı Ərəbdir, Xəlic Fars deyə bir şey yoxdur. Xəlic Ərəbdə İmarat-ı Müttəhidi Ərəbinin, yəni Ərəb Əmirliyi Birliyinin 3 adası və ya 3 cəzirəsi İngilislər oradan çıxanda İran tərəfindən işğal olunubdur. Çox son zamanlarda olubdur. 71-ci il idi səhv eləmirəmsə, 1971. 40 il olmayıb hələ. 40 ili keçdi bir də, 42 il bundan əvvəl, 41 il bundan əvvəl. İşğal oldu və ərəblərlə İran bir müqavilə imzaladılar ki, ərəblər deyir, ora bizimdir, İran deyir, bizimdir. Bunlar müqavilə imzaladılar ki, oranı sülh yolu ilə, danışıq yolu ilə həll eləmək lazım. Bu müşkülü. Yəni, hələlik ora nə sənindir, nə mənim, sən işğal eləsən, amma oranı sülh yolu ilə o məsələni həll eləyəcəyik. Beynəlmiləl qanun budur. Yəni, bu imzalamada. Əlbəttə ki, üçün bu müzakirələr, İstanbulda olan müzakirələrdə Əhmədi-Necad rol oynaya bilmədi və Cəlilini, Səid Cəlilini ancaq Xameneyi tərəfindən göndərildi.
Əhmədinəcad özü meydanı buraxmasın deyə, yaddan çıxmasın deyə bir iş gördü ki, dillərdə qalsın, dillərə düşsün yenə də. Gəldi, o müqaviləyi ki, İranla ərəblər imzalayıbdı, İmarat-ı Müttəhidi imzalayıbdı, onu ləğv elədi bir növ. Ləğv yox, amma onu ayaqladı. Belə deyək, ayaqladı. Çünki o müqaviləyə görə yazılmasa da müqavilə bunu deyir ki, ora hələ heç kəsin deyil, danışıqlar gedir, rəsmi məsullar, dövlət başında olan rəsmi məsullar o adaya getməsi ilə ora bizimdir deyir. Bu olmaz. Beləliklə, Əhmədinəcadın bu oyunundan sonra İranın vəziyyəti biraz da pis oldu. Ərəb ölkələrinin hamısı o məntəqədə İranın əleyhinə müttəhid oldular, birlikdə bəyanat verdilər. İmarat-ı Müttəhidi Ərəbinin Xarici İşlər Naziri Doktor Ənvər Məhəmməd Qırağaşdı ya son o familiyasını mən düz tələffüz eləyə bilmədiyim üçün, amma Ənvər Məhəmməd İranın səfirini Məmmədəli Fəyadəni çağırdı və öz etirazını bildirdi ki, bu dostluğumuz, bağışlayın, Əhmədinəcadın o səfəri bütün dostluğa və anlaşdığımız, imzaladığımız müqaviləyə qarşı zidd bir hərəkətdir. Ondan sonra, indi qulaq asın, daha nələr olur? Ondan sonra İranın Fars xəbər ajansının yaydığı xəbərdir. Məclisindəki Əlaəddin Burucerdi Milli Məclisin Təhlükəsizlik Komitəsinin rəhbəridir. Komiteye Əmniyyət Məclisi Şurayı İslami. Dedi ki, ərəblər bu işləri ilə, İmarat-ı Müttəhidi özəlliklə, bu işləri ilə İngilisin siyasətinin davamını aparırlar, bu işləri görməsinlər, yəni oğru deyir, elə bağırdı ki, doğrunun da bağrı çartladı. Məsələ bununla da qutarmadı. Məcməyi Təşxisi Nizamın Məsləhəti Təşxisi Nizam ki, başında Rəfsəncanidir və onun dəbiri keçmiş pastarların rəhbəri General Möhsün Rizaidir. Möhsün Rizai bu dəfə işə çıxdı, ortaya düşdü. Möhsün Rizai də dedi ki, mən elə olduğu kimi, Press TV-dən olduğu kimi deyim, Möhsün Rizai deyir ki, İran çox güclü bir məmləkətdir və istədiyi zaman sözünün mənası budur ki, bu ərəbləri biz yıxıb, əzib dağıdarıq və imperialistin, ərəb əmirliyinin bağışlayın, ərəb əmirliyinin nümayəndələri çox gərək diqqətli olarlar, üzr istəyərlər bu işlərinə görə, bu sözlərinə görə və bu məsələni ortaya atmaqla Siyonistlərin və ya Səhyonistlərin oyuncağı olmasınlar. Məntəqədə sakitlik, sülh lazımdır, Möhsün Rizai deyir. Əlbəttə ki, Möhsün Rizainin dediyi sakitlik və sülh, yəni o ki, İran deyən olsun, mollalar deyən olsun. Mollalar deyən olmasa sülh və sakitlik yoxdur. Bununla birlikdə Əhmədinəcad və Möhsün Rizai, yəni burada iki qrupdan söhbət gedir. Həm məsləhət nizam ki, Rəfsəncaninin altındadır, əlinin altında, həm o bir tərəf ki, Əhmədinəcad dövlətin başındadır və Xamenei, bunlar hamısı birlikdə hər kəsdən ki, xoşları gəlmədi, hər məmləkətdən ki, xoşları gəlmədi, deyirlər, amili səhyonizm. Siyonizmin amili. Diqqət eləsəz, bu son 2 həftə bundan əvvəl Türkiyəyə də elə müəyyən qədər bu sözü dedilər. Demək, bunların nəzərində
hər kəs ki İranla sözü üst-üstə düşmür, bağışlayın, olur səhyonizmin amili. Siyonizmi dəstəkləyən. Nəticə alırıq ki, getdikcə dünyanın hamısı olur siyonizmin dəstəkləyəni, bir dənə İran qalır, bir dənə də İranı dəstəkləyən, bəlkə Suriyə, əlbəttə Şimali Koreya. Şimali Koreyada diqqət eləsəz bir onun o rəhbərinin il dönümünün, anadan olduğunun ölən rəhbərin Kim Il Sangıdır, fikir eləyirəm adı, yaxşı yadımda deyil. Onun öldü əlbəttə, indi oğul gəlib hakimiyyətə. Anadan olduğunun deyəsən 100 illiyi idi, ya bu belə bir məsələ idi. Və ya atasının hər halda. Onun il dönümündə böyük bir şənlik qruplar, hansını idisə bağışlayın, mən sözümü burada karışmasın deyə düzəliş verim. Və bu şənliyin əsas mərkəzində Korenin, Şimali Korenin ki acından ölür, millətin çox acından ölür, orbitə və ya fəzaya göndərdiyi muşək olacaqdı. O muşək 850 milyon dolar xərc qoymuşdular o muşəki, o raketi fəzaya göndərsinlər. Və nəhayət göndərdilər. İranın da mühəndisləri getmişdi. Ora getdilər, onun yanında baxdılar. İranla çox yaxınlıq eləyirlər. Bugün də bəlli oldu ki, İran 85 min ton mal kömək üçün Şimali Koreyaya göndəribdir. Bir məmləkətin ki, milləti acından ölür, buğda tapa bilmir, düyü tapa bilmir, millətin yarısı acından ölür. Yəni, aclıq var rəsmən özləri də deyirlər. 850 milyon dolar xərclədilər, o raketi göndərməyə və göndərdilər. Sadəcə, raket başladıqdan 2 dəqiqə yarımdan sonra göydə partladı, düşdü suyun içinə. Hələ buradan 850 milyon dolar getdi işinə. Və İran Kore ilə yaxın olduğu üçün həm də Koredən aldığı o raketlər və ya muşəkləri ki, indi öz adına çıxır, öz adı ilə güya içəridə istehsal edir. Onların anlaşmalarının bir qismətdə budur ki, İran muşək və ya raket mühəndislərini Koredə də olan hadisələrlə, Koredə olan gəlişmələrlə tanış olduğu üçün Koreyə göndərsin. Bu dəfə də göndərmişdi. İndi siz təsəvvür eləyin ki, Şimali Koreya 60 ildir dünyada ən nifrət olunmuş ölkələrdən biridir. Dünyada tək qalan ölkələrdən biridir. Yəni 3-4 dənə ən geri qalmış, ən təhlənmiş, ən nifrət qazanmış, antagonistik hərəkətləri ilə millətlərin qarşısında duran dövlətlərdən biri Şimali Koreyadır. İran da özünü o dövlətlə yapışdırıb, o necə deyərlər, atalar deyib, cəhənnəmə gedən dostunu da çox istər. Bu ikisi də birlikdə cəhənnəmə getdikləri üçün bir-birinə yapışırlar. Getdikcə də biraz yaxınlaşırlar. İndi siz təsəvvür eləyin ki, bütün bu irəliləmiş demokratik ölkələrin hamısı ilə İranın problemi var, müşkülü var. Ən geri qalmış, diktator, milləti acından qırılan, işsizlikdə, nə bilim, hər şeydə geri qalmaqda birinci yeri tutan dövlətlər içində 3-4 dənə dövlət ki var, onlar birləşirlər. İran da onların içində. Bu rejim 30 ildir iş başına gələndən hər il, diqqət eləsəz, dostlarını azaldıb, düşmanını çoxaldıb. İran rejimi 30 ildə, siz hər il diqqət eləsəz, belə bir il olmayıb ki, deyək ki, məsələn, bu il İranın siyasi imeci biraz yaxşı olub keçənlə baxanda. Elə deyil. Hər il biraz azalıb.
o yerə gəlib çatıbdır ki, İranın ən yaxın dostları olub Boliviya, Kuba, Nikaragua, Suriyə və Şimali Kore. Diqqət edin, baxırsınız adlara. Afrikada Zambiya. Millətin illik gəliri, orta olaraq illik gəliri Zambiyada 160 dolardır, təxminən. Mən səhv eləmirəmsə, belə bir rəqəmdir. İldə. Müəllimin gündə qazancı, gündə deyirəm, qazancı 1 dolardan azdır. Zambiyada. Bağışlayın, Zimbabvedə. Mən Zambiya dedim, səhv oldu. Zimbabvedə. Deməli, Afrikadan Zimbabveni tutub, Asiyadan Şimali Korəni tutub, Latin Amerikadan Kubanı, Bolivini tutubdu, Nikaraguanı tutubdu. Eləyib özünə dostdur. Orta Şərqidən, Xavərmiyanədən də Suriyanı tutub. Bunlar olublar bir. Suriyəndəki Allah rəhmət edir, gedirin deyə başlayır. Bu məmləkət getdikcə bütün dünyanı özünə düşmən eləyibdi bu rejim və onun nəticəsi olaraq bir İranlı xaricə çıxanda utandığından başını qaldıra bilmir. Heç vaxt yadımdan çıxmaz. Biz şəxsi bir xatirə demişəm, bir daha deyim. Bir yolculuqda mən Bakıya tərəf gedirdim. Bir İranlının yanında tanış olduq. O da Şiraza gedirdi. Almanda bir hadisə olmuşdu. Mən sonra gördüm aeroportda. Pasportu aldı Almanın nümayəndə işçisi. Və belə fırlatdı əlində. Pasport heç olmasa bir 10 metr getdi o yana düşdü. Bu qədər təhqir elədi. Bu nə pasportudur? O İranlı biraz özünü yuxarı tuturdu. Dedi ki, ver mənə, pasportu da bilib fırlatdı. Olunmayan, görünməyən bir hadisə. Amma ona da şahid olur. Çünki İran və İranlı dünyada ən biyabır olmuş, bir tərəfdən deyirlər, Məkkəyə gedənlərin çəmədanından deyirlər, yox. İran özü də yazır bunu. Məkkəyə gedənlərin çəmədanından, çoxlarının çəmədanından həşişər oyun çıxır. Sadə hələ İran özü nə qədərən tutur heç, bir qisməti İranın polisinin əlindən onu gizlədib çıxarda bilir, Sadə Ərəbistanda tuturlar. Alimi gəlir hər hansı dövlətə, məmləkətə gedir, ora yer vermirlər. Məmləkətlərin çoxu İranlıya viza vermir. Teröristdir, qaçaqçıdır, pozğunluqda, hər şeydə İranlını birinci yerə çıxardıbdır, mənfi məsələdə İran rejimi. Dövlət olaraq da hər hansı bir qazanc gətirmir. Bunun bizə də mənfi təsiri var. O qədər az fars vardı ki, burada İranlı demir, deyir mən Persiyənəm, Perjiyən. Qoy İran adı gəlməsin ortaya. Bu Amerikada. Özümüz şahid oluruq. Və eləsi var ki, deyir İranlıyam, amma mən çoxdan köçmüşəm, nifrət eləyirəm o məmləkət. Deyənlər var. Əslində nifrət eləmir. Sadəcə utanır deyə ki, mən də İranlıyam. Bu rejimin işlərinin nəticəsidir. Amma tarix göstərir ki, burada yaşayan millətlər bu rəzaləti qəbul eləməyəcəklər. Tarix onu göstərib. O cümlədən biz, Azərbaycanlılar, bu rəzaləti qəbul eləməyəcəyik. 4 dənə saqqallı molla oturub, kitabı qoyur qabağına, Quran adını qoyub, heç bəlli deyil də, Qurandı ya deyil, onların kitabına da içinanmaq olmur. Qoyur, məmləkəti istixarə ilə idarə eləyir.
İndi o istixarəni necə təbir eləyəcəklər, öz istədiydi. Bir məmləkətdir ki, Əhmədinəcad gəlir deyir, qumun, bağışlayın, qumun mollaları məmləkətin iqtisadiyyətinə baxmalıdırlar. Bir tərəfdən deyirlər, təhrim yoxdur, təsiri yoxdur. Bir tərəfdən məmləkətin rəhbəri Xameneyi eşitdir. Gəlir deyir ki, təhrimləri döyür vurmaq lazımdır. Bəs təhrim var. Bir tərəfdən deyirlər, təhrim müşkülü yoxdur. Bir tərəfdən deyirlər, bu müşkülü həll eləmək lazımdır. Bəs təhrimin mənfi təsiri vardır. Həll eləmək istəyirsən, ona şərait yaratmalısan. Qonşuları ilə adam kimi rəftar eləmək lazım. Qonşu ölkələri ilə. Ona qoçuluq zamanı keçdi, qoçuluq eləyə bilməzsən. Fikir eləmə 4 dənə paslanmış 1960-cı ildəki Amerikadan aldığın gəmilərlə indi orada qoçuluq eləyirsən. Elə deyil. Yeri gələr, ağzuda əzərlər. Və necə ki, Türkiyə əzdi. Urmiyanın yanında PKK üçün padğan qurmuşdu İran. Türkiyə F-16'ları göndərdi, onları bombardan elədilər. Bir dənə sərhəngi Sipahda öldü. Neçə il bundan əvvəl danışıram mən. İran neynədi? Ha 200 aldın, mən cavabı verəcəm. Heç də eləyə bilmədi. Adamları əsəbləndirərsən, o da cavabı verir. Taliban getdi, Məzar-ı Şərifdə İranın səfirliyini tutdu, işçilərin hamısının başını kəsdi. Yanlış bir işdir əlbəttə. O zamanki Taliban hakimiyyətdə idi. Hakimiyyətə gəlirdi. Bağışlayın, hakimiyyətdə idi. Şimalı ələ keçirtmək istəyirdi. Məzar-ı Şərifi tutandan sonra İranın orada konsulluğu vardı ki, səfir kimi, sifarət kimi işləyirdi. Hamısını öldürdülər, biri qaça bildi. Kəsdilər, edam elədilər. İranda, Xameneyi də əmri verdi ki, qoşunu göndərin Xorasandan, biz bunların cavabını verəcəyik. Bir dənə İranın əskəri Xorasana, Əfqanistana girə bilmədi. Çünki Əfqan mollalar da o tərəfdən gəldi. O Əfqan mollaları. Taliban. Molla Ömər. Qoşun göndərdi, dedi, gəlirsiniz, gəlin, biz də cavabınızı verəcəyik. Heç İran rejimi heç bir qələt eləyə bilmədi. Yəni, dəlili yerləyərsən, biri də çıxar səndən də dəli olar qabağa. Nə qazandın? Biabırçılıq. Bizim şahsevən olduğumuz üçün yadımdan yəni eşitdiyim bir xatirəni deyim ki, yaylaq qışlaq eləyəndə, sürü gedəndə o kətlilərin zəmisini, köyşənini yiyə-yiyə, otluya gedirdi. Və bir adam, hacı sürüsünü yedirdə aparırmış, yəni otlara aparırmış. Kəndin sahibi gəlib diyor, torpağın sahibi gəlib çıxarırsan, mənim torpağım bu zəmini niyə otarırsan? Heyvanlar o, bu mənim gələcəyimdir filan. Bu hacı da həmişə kimi deyib ki, tüfəngi ver, bunu vuracam. Həmişə belə eləyirmiş ki, tüfəngi ver, bu niyə bilinir? Yer sahibi qoyub qaçırmış. O bu dəfə deyəndə tüfəngi ver, bu adam özü də tapancasını çıxarıb, birini sən vur, birini də mən sənə vuracam. Hacı deyib ki, qardaş bağışla, sən məndən də dəliymişsən. Belə olmaz. İndi İran rejimi ora gəlir. Əlbəttə ki, İran 75 milyonluq bir cəmiyyət, İmarat-ı Müttəhidin Ərəbinin qabağında qoçuluq eləməyə gücü var, söhbətsiz. Amma bunun siyasi tərəfini fikirləşmir. Sən bir zəifə qoçuluq eləyərsən, dünyada qalan abrım varsa o da gedər ki, deyərlər, bunun əlinə hələ atom bombu düşmədən bu qonşularına bu cür qoçuluq eləyir. Sabah bunun əlinə atom bombu düşsə nə edəcək? Hələ bir əsil gücə sahib deyil. Ərəb ölkələrinin hava qüvvətləri, yəni niru həvaisi istədiyi zaman İranın niru həvaisini yerlə alt-üst eləyər. Tək 80 dənə F-16-nı Qatar alıbdır. Bir qarış bir adadır, cəzirə. Bu tərəfindən baxsan, cəzirənin o tərəfini görə bilirsən. Qatar. Cəmiyyətinin sayı 1 milyon deyil Qatarın. 976 min cəmiyyəti vardı.
Onun 600 bini gəlmədi. Ora işçi üçün, iş görmək üçün gəliblər. 400-600 minə yaxını bağışlayın. 370 min ya nə qədər əsli qatarlı var. Yəni demək istəyirəm ki, bu məmləkətlərin özlərinin özünə görə gücü vardı. Amma İranın bu qoçuluğu, qonşularını buraxıb gedib, ağıllı başlı, pullu, imkanlı qonşularını buraxıb gedib, Şimali Koreya ilə dostluq eləməsi, ziyanı bir qismətdə bizim millətin üstünə gəlir. O adam ki, Çinin mallarının gəlməsinin işsiz qalıb, onun %40 ilə Azərbaycanlıdır, bəlkə çoxu Azərbaycanlıdır. 85 min ton Şimali Koreya gedən yardımın hardan gətiribdir? Bu millətin beytulmalıdır, bizim pulumuzdur. Şimali Kore'də 850 milyon dolar pul xərcləyib o raketi göndərimi, onun da pulunun bir qismətini İran verib. 2 dəqiqədə 1 milyard dolar getdi işinə. Onun üçün biz bu məsələnin, bu tipli məsələlərin həlli üçün dərindən düşünməyə məcburuq. Dərindən düşünməkdə nəticə olaraq bunu bizə göstərir ki, bu yolu bizə göstərir ki, öz yolumuzu seçib getməliyik. Öz yolumuzda Azərbaycan və Azərbaycançılıq yoludur. Yoxsa biz ancaq elə oturub burada şikayət edə biləcəyik bu rejimin işlərini. Bu gedəcək, ayrısı gələcək. Ayrı rejimdə gələndə yenə də bu işləri görəcək. Çünki biz müstəmirə olunmuş bir torpağıq. Güney Azərbaycan. İstimari daxili. Mərkəzin əlində əsir olunmuş bir torpağıq. Biraz əvvəl Nəsib bəy danışdıqca ki, Ruslar Şimali Azərbaycanda nə iş görürlər? Mən o danışdıqca onları müqayisə edirdim öz beynimdə. Elə Cənubda da bu işi görürlər. Şimali Azərbaycanda Ruslar Rus məktəbləri açırdılar. Cənubda da Fars məktəbləri açıblar. 100 ildir davam edir. Orada Ruslar bizim torpaqlarımızı götürüb ermənilərə verirdilər. Cənubda da bizim torpağımızı götürür, birazını Kürdə, birazını Farsa, birazını Giləkə, birazını ora-bura. O əlimizdə olanların da adını dəyişir. Adı bizimdir, özü də bizim deyil. İstimar elə budur. Daxili müstəmləkəçilik şimalda qutardı, Cənubda davam edir. Buna son qoymaq üçün biz dərin düşünməliyik. Böyüklərimiz keçmişdə nə iş görüblər, hansı düz eləyib, hansı yanlış eləyib danışa bilərik haqqında. Amma gələcək üçün biz xəttimizi indidən təbliğ eləməliyik, həm də hər gün. Bu televizyon açıldığı gündən biz kimsədən əsl istəyimizi gizlətməmişik. İnandığımız sözün dalında durmuşuq. 8 ildir bu 8-ci ilin il dönümüdür. Aprel 25-də biz rəsmən açıldı televizyon. O zamana qədər saxladıq, aprelin 24-də olsun, erməni soyqırımının il dönümündə biz Günas TV-nin açılış elədik ki, ermənilərin o iddia elədiyi soyqırımda Türk televizyonu açılır. Və əvvəl gündən də elan etmişik ki, biz inanırıq, Güney Azərbaycanın azadlığı, Cənubi Azərbaycanın azadlığı ancaq istiqlaliyyəti ilə, öz işini öz əlinə almaqla həll ola bilər. Bugün süngündən misi götürürlər, ayırmadan torpaqdan, daşdan, mədəni daşıyıb aparıb, Kirmanda əridirlər. Təsəvvür eləyin. Süngün xaraba qalır, Qaradağda, Arazın düz qırağıdır. Neçə min kilometr malı daşıyırlar, aparırlar Kirmana. Bizim işçilərimiz qalır, aşpazlıqla məşğul olur. Azərbaycanın bütün mədənlərini daşıyırlar, aparırlar, xaraba qalmış İranın o biri məntəqələrinə, biz qalmışıq avara. O pullarla Şimali Koreya, Çinə, Boliviya, Nikaraguaya rüşvət verir İran dövləti. Bizim pulumuzdur.
Ona görə biz danışırıq. Sovet zamanında, İttihad-ı Cəmahi Şurəvi zamanında Şimali Azərbaycandan satılan neftin pulu bu gündən hesaplasaq 1 trilyon 150 milyard dolardır. Bu bir qorxunc rəqəmdir. Bugünkü pulla hesaplayırıq biz. 120 dolarla neftin. Bugünkü pulla hesaplasaq 1 trilyon 150 milyard dolarlıq Azərbaycandan neft aparıblar, heç nə verməyiblər. Azərbaycanın məhsulları o zaman, o cümlədən Nərimanovun istəklərindən biri də buymuş ki, bizdən gedən neftin pulunun heç olmasa %4'ünü bizə verin. Təsəvvür, %4'ü verilmədi. 20 ildə Azərbaycan müstəqil olub, bütün tənqidlərimizə baxmayaraq. 20 ildə müstəqil olubdu və çox tənqidimiz vardı Azərbaycan hakimiyyətinə. Amma yenə də 20 ildə Şimali Azərbaycanın gəlişməsi ilə Sovet zamanını müqayisə eləyəndə gecə-gündüz yer-göy fərqi var. Bakının yaxınlığında bir ada düzəldirlər, 100 milyard dolar pul xərcləyəcəklər. Dünyanın ən uzun binası, ən gözəl adası, ən gözəl cəzirəsi olacaq. O Dubeydəkindən daha mühüm. Müstəqilliyin bu xeyri var. Dilimiz azad. Uşaqlarımız öz ana dilində məktəblərə gedirlər. Ordumuz var. Düzdür, torpağımızın bir hissəsi Rusun, Farsın köməyindən işğal olub ermənilərin əlində. O da azad olacaq. Tam demokratik dövlətimiz də olacaq. 20 illik bir uşaqdır bu dövlət. Getdikcə düzələcək. Dünyada 15 məmləkət dünyanın taleyini BMT-nin Təhlükəsizlik Şurasında həll etməyə çalışır. 15 məmləkətin biri indi Azərbaycandır. Şurayı Əmniyyət Sazmanı Milal-i Müttəhidin üzvüdür. Sadə bir şey də bu istiqlaliyyətin nəticəsidir. Uğurlarımız çoxdur müstəqilliyimizdən sonra. Ona görə də biz bu məsələlərdən danışmaqda arzumuz budur ki, güneydəki Azərbaycanlılar əsas hədəfimizdən 1 milimetr o əmbiyana qaçmayaq. Müstəqil, azad, demokratik Güney Azərbaycan yaranması. Yoxsa biz 30 ildə bundan sonra oturub deyəcəyik ki, İranın pulu Koreya getdi, bu dəfə Kore da yorulacaq, ayrısı gələcək İranı sağmağa. Bizə heç nə gəlməyəcək, yavaş-yavaş Urmiya gölündəki qurudurlar, Azərbaycandan da bir xəbər olmayacaq. 3 milyard dolar pul xərcləyirlər, 1 milyard dolarını indidən ayırıblar, Xəzərdən su istəyirlər, aparalar Simnana, hesab eləyin. Dəşti səhranı abad eləmək istəyirlər, Azərbaycanın o gözəl təbiətində qurudub, dəşt və səhra eləmək istəyirlər. Budur daxili istimar. Daxili istimarın alnında möhür olmaz. Elə nişanələr onu görsədər. Azərbaycanlı o gözəl təbiətini buraxar, gedər Farsın qapısında köləlik eləyər. Fars məntəqələrinə köçər. Farslar da bizim qoltuğumuza verərlər ki, siz güya hər yeri aldınız. Biz hər yeri almamışıq. Biz hər yerə fəhlə gedirik. Yoxsa heç kəs dəli deyil. Təbrizin, Əhərin gözəl havasını buraxa, gedə Kirmanın, İsfahanın, Yəzdin o çöllərindəki ilanı bağlasan dura bilmir, orada fəhləlik eləyir. Heç kəs istəməz bunu. Amma məcburdur. Daxili istimar budur. Mən bir daha vaxtınızı aldım, bağışlayın. Vaxtımızdan da keçdi biraz. Bizimlə olduğunuz üçün təşəkkür edirəm. Sağ olun. Qısa bir zamanda biz çalışacağıq ki, Günas TV-nin frekanslarını bəlkə ola bilsin ki, burada keçirə bilək yenə də və ya Türksətə çalışırıq, inanın. Biz heç vaxt elə olduğumuz əlimizdə olanla rizayət eləmirik, razı deyilik. Çalışırıq. Verilişlərimizdə də yeniliklər olur və olacaq. Bizimlə olduğunuz üçün sağ olun, salamat qalın, Günas TV-nin qalın, Günas TV-yə dəstək verin inşallah.